Sual 55. Bu sualın həllin normalda, yəni YouTube-a da baxsaz, yəni mən gördüyümdə necə yazırlar? Birli karbonları yazırlar, ikili karbonları yazırlar. Sonra onların hidrogen sayını tapırlar. Sonra tənliyi çıxarırlar. Nə bilim falan filan. Söhbət neyinir? Uzanır. Bunu isə çox sadə bir yolunu deyəcəm. Sadəcə biraz belə deyim, düşünmək lazımdır. Özünüz nə olduğunu biləcəksiniz. Bax, bir dənə indi bura mən bir tənlik yazacağım. Yazıram ki, A bərabərdir, açıq 3, üstə gəl, açıq 4, üstə gəl, açıq 3. Burada ikili karbon atomlarının sayını nə verib? Verib ki, açıq 3. Düzdür? Mən deyirəm ki, açıq 3-dən artıq qalan birlidir. Bax, bunun artığı nəyi verir? Birlini. Bunun artığı nəyi verir? Birlini. Bunun artığı nəyi verir? Birlini. Bəs birli nədir? A. Yəni ki, A bərabərdir 3A çıxılmış 10. 2A bərabərdir 10. A bərabərdir neçə? 5. A-nı tapdım 5. Düzdür? İndi 5-i yerinə qoyacam burada. 5 açıq 3. Yəni 5 çıx 3. 2. 5 çıx 4. 1. 5 çıx 3. 2. Neçə elədi? 5 üstə gəl 2. Üstə gəl 1, üstə gəl 2. Neçə eləyir? Burada eləyir 5, bu da 5. Eləyir 10. Deməli, neçə dənə karbon var imiş? C10, H. Burada nədən gedir söhbət? Sikloalkandan gedir. H 20 imiş. Heç mən burada yazmadım ki, birli necə olur, ikili necə olur falan. Uzatmadım söhbəti. Sonra nə deyir? Sikloalkan molekulunda olan karbon atomlarının hibrid orbitallarının sayını hesablayın. Sikloalkanlarda hibrid orbital sayı necə tapılırdı? 4n ilə. N neçədir? 10. 4n neçə eləyir? 4n bərabərdir 4 vur 10. O da bərabərdir 40. Все, bu qədər sadə.